Daxil müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxan rayonu, Əmircan Quliyev küçəsində fəaliyyət göstərən fiziki şəxs Quliyev Cavanşir Tahir oğluna məxsus unlu qənnadı məmulatlarının emalı və satış obyektində yoxlama keçirib. Bu barədə Bölgə TV-yə aktada məlumat verilib. Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar texniki və sanitar gigiyenik tələblərin pozulduğu məlum olub. Belə ki, texnoloji ardıcıllıq prinsipinə və qida məhsullarının saxlanma şəraitinə əməl edilmir. Unlu qənnadı məhsulları antisanitar şəraitdə emal olunur və mənşəyi məlum olmayan xammaldan istifadə edilir. Qida ilə təmasda olan səthlər, işçi masalar və soyuducu rəfləri koroziyaya uğrayıb və digər nöqsanlar aşkarlanıb. Həmçinin qutab hazırlanmasında istifadə olunan ət farşından götürülən nümunələrin laborator müayinəsi nəticəsində mikrobioloji uyğunsuzluq və ad DNT-si müəyyən edilib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Qida məhsullarının satışı və istehsalı nöqsanlar aradan qaldırılanadək dayandırılıb. Rəna Rövşən qızı, Bölgə TV.